Deməli, bax burada da bunu verib. Həmişə kəsir varsa yadınızda qalsın. Birinci kəsirdən hər tərəfi azad edin. Yəni neçəyə vurmaq lazımdır? 2-yə. 2-yə vurdum, 2-yə vurdum, 2-yə vurdum. Onda gəl burada BOY-yə bir dənə x deyək. Şəkildə də bu B-dir. BOY oldu nə? X. BOY x-dirsə, KOC nəyə bərabər olur? 6x-ə. KOC. Burada neçə oldu? 6x. Sonra indi gəldik, bax bu iki bərabərliyə. Buradan 2 vur bucaq KOB bərabərdir 6x-ə. 2 ilə bu xısar getdi. Deməli, KOB neçə x oldu? 3x. KOB-yə də neçə x dedim? 3x dedim. Bu da düz xətdir də. Düz xətt isə dərəcə ölçüsü neçə dərəcədir? 180. Onda bu üçünün cəmi mənə nəyi verməlidir? 180. 6x, 3x, bir dənə x. Neçə elədi? 10x. 10x 180-dirsə, x-in də neçədir? 18 dərəcə. X 18 dərəcə. Məndən isə orada soruşur KOY bucağı. KOY bucağı da budur. 3x, x, yəni 4x-i soruşur. Onda oldu 4x, 4 vur, x-dən 18. Cavabımız 72.